Salam əziz izləyicilər. Deməli, bu yaxınlarda mənə bir zəng gəldi. Anidən götürdüm ki, bəs buyurun. Bir də gördüm ki, Rəfidir mənə zəng eləyən. Deyir ki, bəs mən Göradil bağlarında yaşayıram və 5 dənə qəşəng itim var. Yazqanın balası falan. Dobermanlar dediniz. Akitalar var. Akitası, Dobermanı. Nəysə, adətən bilirsiniz də 5 dənə itə görə çəkiliş, yəni biraz azdır da, yəni normalda. Sadəcə olaraq yəni gördüm ki, belə deyək də, Rəfi gənc yaşlarına baxmayaraq, yəni heyvansevərdir, itləri də sevir. Dedim ki, çəkək inşallah göstərək, görək nə itlərim var. Dedi ki, çox qəşəng itlərim var. Dedim, okey. İndi də bu günləri axır ki, vaxt eləyib gəldik Rəfinin yanına. Rəfi, tanış elə itimizi zəhmət olmasa izləyicilərimizlə. Yaxınlaşaq, gələk. Salam əziz izləyicilərimiz. Bu bizim Yazqanın qızıdır. Yazqanın qızı Gümüş. Hal-hazırda Yazqan ölüb, amma Yazqanın bu ən yaxşı dişilərindən biridir. Bir Dezidir Tərlandakı olan, bir də bu Gümüşdür. Neçə yaşı var? Gümüşün 3 yaşı var. Amma sənə deyim, erkək başı da, yox? Ruslar demişkən, Kabilinная samka. Ümumiyyətlə, Rəfi, sənin neçə yaşın var? Mənim 13. 13? Maşallah. Cütə vurulub heç? Bir dəfə bizim erkəyimizlə, onu da göstərərik. Balalar var? Balalar deyil, indi balası çıxmışdı. O çıxan bala onun balasıydı, bəli. Gözəl. Ölçmüsən heç boyunu falan? Bəli, boyu 85-84 sant arasıdır. Вес у него большой. Təəssüflər olsun ki, xəttkeşim qalıb başqa bir yerdə. Ну, я так измерял. Она 85. Burasından burasına kimi. Düz orasına. Düz orasına. 83-85. Ay sağ ol. Ну, она костистая самка. Из-за этого çəkisi çoxdur. Sümüklü. Biraz Rəfi Rus dilli olduğu üçün əziz izləyicilər. Yox, Azərbaycanla rahat danışa bilərəm. Bu sümüklü dişli deyə. Bunun çəkisi çoxdur həm də. Sadəcə olaraq Rəfi deyir ki, çəkilişdən qabaq adamcıldır. Çox yaxın getməyin. Reaksiya verək birdən. Kadr sonra pozular. Bəli. Hayırlı suallar. Gözəldir. Amma onun orada dırnağı var Rəfi. Onu tutmaq. Düzdür, artıq barmaqdır o deməm, amma yenə də onu tutmaq lazımdır. Çox gözəldir. Qəşəng dişidir. Qəşəngdir. Sən də təsdiqləyirsən, Nihat. Elədir. Həqiqətən, yəni elədir. Чистокровная самка. У нас такая лидер своя. Она на нашего кобеля, она просто его грызет. Она постоянно на него нападает. Схватка была, она просто вот грызет, да, кобеля. Ну, один раз кобель ее, конечно, Azərbaycanca. Erkeği bunu biraz döydü geçen defa. O da zəngildədi, erkeği buraxdı. Bu da sərpəncumdur. Bir də Rəfi, buradan izləyicilərimə demək istəyirəm, bəzilərinə, o dırnaq arası izləyicilərə, hansı ki, Qurdbasar deyəndə deyir ki, Valkadav Qurdbasarın rusca mənasıdır, Qurdbasar Valkadavın Azərbaycanca mənasıdır. Mənim əzizlərim, ya очень хорошо говорю по-русски, если понадобится, я все могу перевести. Yəni, mənim lüğətə, poliglota, nəyəsə ehtiyacım yoxdur. Yəni ki, mən təmiz rus dilində danışıram, mənim əzizlərim. Sadəcə olaraq oradakı fərq ondan ibarətdir ki, Qurdbasar bizim milli cinsimiz olduğu üçün, biz onu elə adlandırdığımız üçün, onları ayırt etmək üçün Dağıstan Valkadavlarına, digər Valkadavlara, yəni biz deyirik ki, Valkadav deyə rus dilində adını deyirik ki, ayırt edə bilək. Sadəcə olaraq itbazlar arasında belə yayılıb. Ona görə də biz, məsəl üçün, misal çəkirəm, Rəfiyə deyəndə ki, bu Qurdbasardır ya Valkadavdır, onu ayırt etmək üçün misal üçün deyirik. Sadəcə olaraq bundan öncəki videoda, Şamaxılı Muradın videosunda çox bu barədə, bu mövzu haqqında güya ki, tənqid edənlər tapıldı. Hətta bəziləri təhqir səviyyəsinə çatdı. Nəysə, mədəniyyətsiz insanlardır sadəcə olaraq. Yəni, onu nəzərinizə çatdırmaq istəyirəm ki, bu bilməməkdən deyil. Bilərəkdən, yəni biz bunu deyirik ki, seçək onları. Nəysə. Həm də ki, Rəsul qardaş, sizə bir şey deyim ki, Valkadav cins deyil. O bütün heyvanların, məsələn, Kafkazец, Alabay, Kangal, Qurdbasar, Malay, qanında olan. Amma Qurdbasar, o bizim ayrı, yəni deyək, qızıllı Qurdbasar. Eta standartları var, hər Qurdbasarın öz standartları. Pata, Aybala, Qurdbasar, onların standartları var. O da bir Valkadav sortuna gelir. В общем, Valkabore, çoban iti, qoyun iti, və gedən it. Qısacası, bir də Rəfi, mən istəyirəm diqqətimizi bir yerə verək ki, sən səhv eləmirəmsə dedin ki, belə düz yadıma gəlirsə, dedim, bəs mənim atam Azərbaycanda, yəni kinologiya üzrə çox
işlər görmüş bir adam. Bəli, mən burada da bizdə həmişə yəni yaxşı itlər olub. Yarışa da gediblər. Məsələn, mənim atamın iti 2007-ci ildə məsələn dünyada 7-ci yer şey, Doberman Adı nədir çempionatda. papanın? Ha? Adı nədir? Fərid. Fərid? Bəli. Hə, Fərid bəy. Nə gözəl, nə gözəl. Heyvan sevgisi ondan keçib, ondan görüb belə. Yox, mən belə uşaqlıqdan bütün günü. Mənim bir dənə Dobermanım var idi, Kabeli. Mən birinci onunla başlamışam sevməyi. Yayov bayalsa, çünki mən necə 7 yaşım var. O da böyük idi. Qorxurdum, amma yanına gedirdim, gəzirdim. Sonra öyrəşdim heyvanlara, başladım onu sevməyə. Elədir, nə gözəl. Düşünürəm ki, digər itimizə keçək göstərək. Gedək. Bu da bizim erkəyimizdir. Bu hündür də əməlli başlı. Hə, bu 90 xolka есть, больше даже я сказал. 90. 90'ın çoxdur bunun xolkası. Çəkisi nə qədər olar? Çəkisi 75-90 kilogram. 85, 90. Tapar necə? O bizdə biraz paltar zat işləyəndi, qopardanda ona görə. Tapa dedin, hə? Tapar. Tapar. Hə, bu da Tərlandan, Tyson adında bir it var idi. Onun oğludur. Yemiş, tapar, çıxa. Tərlan bəy videoya baxacaq, deyəcək ki, Rəfi mənə Tərlan deyir. Tərlan bəy. Tərlan bəy bizim böyüyümüzdür, yaşca bizdən böyükdür. Sonra xətrinə dəyər, elə deyil? Elədir. Hə, başa düşürəm, sən o mənada demirsən, amma yenə də hörmətini saxlayaq. Tərlan bəydə olan itlərdəndir dedin? Hə, Tyson'ın oğludur Tərlan bəydəki olan itləri. Bu da мы тоже от него взяли. Qəşəng erkəkdir. Danka. Həqiqətən, əli ayağı düz, boyu hündür. Xarakter daşıyor. Özdə bunu da dedin adamcıldır, hə? Hə, bu da buna yaxın. Buna onlara əslində yaxınlaşmaq. Burası parkuratniya, bu сказал. Yox, başa düşdüm. İndi nə ehtiyac var? Əgər var idisə, amma belə deyək də, ədəb ərkanlı it sahibinin yanında zaten cummamağı məsləhətdir ki, görürsən, gördüyün kimi, yəni cummur. Hə, gəlin. Bir dəfə qışqırdım üstünə. Sakitləşir. Hə, sakitləşir. Ne güzel. Ну так, вы можете, если хотите, подайте. Не надо. Не, хорошо. Narahat deyil. O, Kabel, tapaq, хвостик подними. Ağzını sürtəcək üstümə, sağ olsun. Olacaq əla. Cavan heyvandır. 4 года. Kabel Yəni такой yaşlı deyil. хороший. Gözəldir. Тут Yumurana есть. Deməli, o bala ki, bayaqki bala var idi. İndi onu bundan onun gümüşün balasıdır, bəli, düzdür? gümüşlə tapardım. Gözəl, qəşəng heyvandır. O balanı özünə saxlamısan? Bəli, Ən Şexşinkov. Ən irisi. 7 dənə bala olub, ən böyük odur. O birisləri satmısan? O birisləri o, qohum tanışıb. Pay. Bəli. Ümumiyyətlə satırsan, yoxsa Satmırıq, yox. heç vaxt satmırsan? Takay poslovica есть, çoban itini satmaz. Hə, onu ancaq qohum qardaşa pay. Anladım. Nə gözəl. Хороший такой кабель. Tabaq. Bu da bircə dəfə vurulub da cütə, ancaq gümüşün. İndi bəli, buna ayrı dişi də tapmaq istəyirəm. Belə prosta pişinətə güvənildi, yəni çisti, qanı zadı bilmiş dişilər azdır. Yəni bir də Ceyhun qardaş da olar. Onunla da bu yaxınlarda demişəm. Onda qəşəng qara rəngli qanqallar vardı. Siz getmişsiniz də çəkilişə. Onun dişisindən cüt vuran, o güvənildi adamdır. Elədir. Ему можно тоже доверять. Sam. Kimsə olsa deyərlər də Rəfiyə buyurub yazarsınız aşağıda, Rəfi cavab verəcək sizə. Fikri olsa danışarsınız. Elədir? Bəli. Gedək çəkək o birisiləri. Gedək. Балу, привет. Ко мне. Что хороший, мальчика, хороший. Qəşəng. Щенок 4-месячный. Балу нельзя. Он пока такой шелухту. Ev yoxdur. Adı nə istəyirsən operatorumdan? Bura gəl də, gəl bura. Балу кам. Вот. Qəşəngdir, əli, ayağı. Он будет больше, чем свой отец. Как? Neçə aylıq? 4 всего лишь 4 aylıq. 4 aylıq itin əl ayağına bax. Он просто не очень характер бизнеса слабый, за то, что... Hələ baladır. Hələ baladır da, yazma. Formalaşacaq da, ona ürəkdirək verirlər sən. İnşallah. Балу ко мне. Балу. Lə qəşəng erkək. Çox qəşəng. Aysa otur, aysa. Будет больше, чем своего отца. Əlinlə belə elə biraz dikəlsin. 30-dur, 30-dur. Все, сел. Qəşəngdir, yox, qəşəng. Gördün bu ən yekəsidir, saxladın o özünə. Abıydı da, hə. Damıza Но он biraz fərqlidir də başqa dişilərdən. O birisi erkəkdən 7 dənə baladan 5 dənə dişidir, 2 dənə erkək. Другой кабель он поменьше, он крупнее. Qəşəngdir, yox, çox qəşəng baladır. 4 ay üçün xüsusən yəni
Həqiqətən qəşəng. Gedək düşünürəm Rəfi. O birisi onu bağlayaq, gedək. Balu, ко мне, balu. Bu da bizim dobermanımız, Hə, düzdür? dişidir. Aha. Prosta bunun xasiyyəti Gəlmirəm, biraz yaxşı, gəlmirəm. qorxaqdır. Aha. Uşaqlıqda nə bilim bunu gəh vurublar, ya şiddət görüb. Aha. Amma чистая самка из бельгийского рабочего питомника. Европeykadır. Она европейская самка, чистая. Neçə yaş var? 6 yaşı. 6 yaş var. Bəli. Balaları var. Bu 2 dəfə cüt vurmuşuq. Aha. Sıdı ölüb. Ölüb. Bir dəfə mənim demişdim də, mənim bir erkəyim var idi. Он очень красивым был доберманом. Кобель. Мы ее купили потом. Повязали, yəni cütləşdirdik onları. Sonra da bu doğdu. Balaların hamısı öldü, bir dənəsi qaldı. Sonra o da öldü. Непонятно. Baxmır yoxsa baxır? Baxır balalarına. Просто потому что erkək ya qocaydı, потому что cütləşdirəndə ему было 9 лет где-то. Ya qocaydı, öldü. Gah nə bilim, gah bu özü belə elədi. Nə? Bu da под вопросом, suala görə idi. Olur, amma rəngi, akrası, xüsusən qəhvəyi çalarları çox qəşəngdir. Чистая самка, да? Доберман. Bilirsiniz də, piton Bəli, bəli. Фоэкстан. Просто ya uşaqlıqda к ней плохо обращались. 4 dəfə xazinə dəyişib, vurublar bunu. Çox pis baxıblar. Hansı yaşından səndədir? Neçə yaşındır? 2024-dən. Уже 2 ildir məndədir. Значит 4 yaşından səndədir. Bəli. У меня с моим кабелем Павел, кабель. Getmə, niyyət, qorxur. Getmə. Qorxma, qorxur bu. Такая да самка хорошая, зубы такие. Qəşəng. Amma halal olsun da sənə, yəni bala almaq niyyətinə saxlamırsan, ona görə də saxlamısan. Ну, мы хотим ее как-то потом, когда Кирсейда olacaq, мы ее отправим, возможно, в Хорватию с чемпионом мира повязать. Aha. Хорватияның чемпион mirindən. Düşünürsən qalacaq, da 2 dəfə qalmayıb balalar. Может, я İnşallah. сам займусь этим делом. İnşallah. Gözəl. Onda onun sərgi çıxışları zad da olub, yoxsa yox? Хотели, но мы забрали. Ее хотели выставить, она очень красивая экстерьерная самка. Ее хотели выставить, но этот... Покажи da yo sboku. Güzel, Biz güzel. dönə bilmirik burada. O birisi tərəf, o birisi tərəf. Хотите оттуда прийти, Нет, можете. hə, yaxşı. Sən get, Siz gedin o yandan, просто biraz yavaş. Не бойся, моя девочка, не бойся. Elə bir ki, yolla get. Düz yolla gedin. Yolla get. Bu ama əsəbi oğlandı. Не бойся. Bu çox qorxaq bir dişidir, к сожалению. Eyb yox, hürkütmə onu. Bəsdir, yaxşıdır. Bəs eləyə. Bəs eləyəm. Gəl, Sən də qorxur. Şey qorxur. eləmə. Много Burada da давление. belə bir əsəbi oğlan var. Bu əsəbi oğlandı. O buna yaxşı bax. Yox, yaxınlaşma. Kimsən sən? Burada bilirsən də, aldatdı da var. Özünü yaxın göstərsəynə. Qəşəngsən amma. Qəşəng. Ap. Oy, biraz akkuratlı. Bunun neçə yaşı var Rəfi? Bunun 5. da Liza ко мне. Hə, Rəfi. Adı nədir? Bunun adı Natsu, японская Akita Inu. Özdə linka baxdı deyəsən, Ага, tükü. Расчесываем, да, его каждый раз. Но ей надо особо не помогает. Natsu, sтой. İri sümüklü Akitadır. Onun xasiyyəti də şeydir, ağır xasiyyətli bir itdir. O cumandır. Narukavada bırakmışıq. Zlitsa sразу. Kusayet. Bunun biz bir dəfə cüt vurmuşduq. Liza! Bunu biz bir dəfə cüt vurmuşduq dişi ilə. Bundan cüt vurdu, doğan baxdı, balaları qaldı qarnında öldü. Dişinin. Dişi öldü. Köpük gəldi ağzından reski. Ondan da 2023-də повязали его. Ну, сейчас в сентябре я привез новую самку. Она прям большая была, как Натсу. Но Натсу с ней не повязался. Natsu da pramo yaponski ad seçmisən ha. Она прямо японский ад. Это знаете, какое имя? Японияда bir dənə it var idi. Onda adı Natsu olub, mən baxmışam. Еще bir dənə də bir dənə multfilmdə bir dənə də adı personaj var idi, onun adına Natsu. Onun adına da bir dənə də it də var idi, adı Natsu idi. Yəqin ki, gündəlik buraxırsınız da onları. Hamısı açıq olur, səhər, axşam, dişidə, erkəkdə, balada. Все 5 saat всегда открыто, просто для вас там закрыли. Да. Bizə görə bax. Sizə görə. Bu qorxar, bu cumar. 5 yaşı var. Вот так. Bunda belə başa düşdüm ki, hələ ki Natsudan da bala almalısın. Bala heç bir dənə də sağ balası yoxdur. Bunun da вот первая sağ qalan bala bunlardan idi. И в следующий раз посмотрим, да, что сделаем. İnşallah посмотрим, что будет. İnşallah. Gözəl Akitadır. Хатико filmdən baxandan sonra нам понравилась эта собака. И мне тоже решили купить. Bəs sənin fikrincə Xatiko kinosundakı xarakterlə
Akitanın ümumiyyətlə xarakteri eynidir. Dəli. Ani prям samurayı. Mən həmişə deyirəm ki, yəni o kinodakı, yəni düşünməyin də, sadəcə olaraq bəzi itlər olur ki, cinsindən asılı olmayaraq insanla kontaktda gedir də, yəni elə bir kontakt yaranır ki, bağ yaranır onların arasında ki, məsəl üçün də gedib onu qatarda gözləyə bilir, qatarın yanında, yəni stansiyada gözləyə bilir. Və yaxud da hər ayrı cürədə. Yəni, məsəl üçün, mənlə Luni, mənim border collimin arasında elə bir kontakt yaranıb ki, mən onu birinci dəfədən motosikletə yanımda lülkaya otuzdurdum. Bu günə kimi də mən motosikleti xotlayan kimi gəlir oturur yanımda ki, getdik. Bildin necə? Yəni, bu təbii olaraq, yəni sırf itin özündən asılıdır, cinsindən yox. Ona görə də o kinoya baxıb sırf, yəni mənim də itim mənə belə gözləsin deyə düşüncə ilə it götürməyin. Heç vaxt çünki elə olmayacaq. Neysə ki... Bunlar samuraydır. Bunlar konkret xasiyyətlər. Bunlar çox predanlar, hə. Bunlar в каком-то веке xazyayin samurayıdır. Bunlar da bir yerdə onlarla gedirlər vuruşmağa. Bunlar belə vuruşkan it olublar, akitalar. Xazyayin samurayıdır. Vuruşanda aparırlar bunu bir yerdə stralis. İşte bunlar dağın başında Yaponiyadan bir 20 dənə, 15 dənə akitaları cumurdular ayın üstünə. Bunlar konkret boyvik itlərdir. Burada xasiyyəti dəli xasiyyətdir. Он нападет на любого чужого. То есть не всегда как кино, да. Внешность обманчива, я бы сказал. Heç nə, Rəfi, gözəl. Dırnaqları bərk olsun bütün heyvan. Həm mənim əzizlərim, gəldik Rəfinin itlərini də çəkdik. Hamısını özünüz gördünüz. Rəfinin itləri haqqında nəsə bir fikriniz, düşüncəniz varsa, rəy bölməsində yazın. Mən yenə də deyirəm, həmişə də deyirəm ki, mən və mənim çəkdiyim insanlar da tənqidə hazırıq. Yəni, mən də səhv etmiş ola bilərəm, it sahibi də səhv etmiş ola bilər. Bu videoya aid deyil, ümumiyyətlə hər bir videodan söhbət gedir. Sadəcə olaraq hər bir şeyi tənqid çərçivəsində həll eləmək lazımdır, təhqir çərçivəsində yox. Ona görə də ən azından özünüzə hörmət eləyin, yəni bunu demək istəyirəm. Yəni o insanlara aiddir, xüsusi bir dırnaq arası insanlar var, onlara aid edirəm bu sözümü. Nəysə ki, Rəfi, gəldim, çəkdim. Başqa bir sözün var mı? Yox, çox sağ ol. Sağ ol. Görüşərik inşallah. Sənə və sənin itlərinə də uğurlar arzulayıram. Sağ ol.